S&P 500-də, mikro S&P 500-də mən sell əməliyyat açım hazırda. Analizimə əsasən artıq bu bölgə qiymətin gələ biləcəyi son nöqtədə artıq. Buralardan artıq qiymət aşağı bizə təsdiqini verdi və aşağı minimum bura qədər düşüş gözləyirəm. Qiymət hazırda bura qədər bir geri çəkiliş edib buradan düşə bilər aşağı, yaxud da olduğu yerdən birbaşa aşağı istiqamətdə düşüşü başlada bilər. Əməliyyatımız 1.17 arlıq bir əməliyyatdır, kiçik əməliyyatdır, amma bizim üçün bunun əhəmiyyəti yoxdur, çünki hədəfimiz bəllidir. Yəni 2 arar tərəfdaşıyam mən, amma hər dəfə 2 ar olsun deyə qiymətin getməyə biləcəyi yerlərə görə 2 arı dartıb uzatmağın da mənası yoxdur. Digər tərəfdən baxım görüm qiymət nə edir burada. Qiymət hazırda 4 günlük 4 günün ortalama dəyər zonasının içində açılmışdı bu gündə və günə başlarkən yüksələ getdi. 4 günlük ortalama dəyər zonasının xaricinə çıxdı artıq. Yeni dəyər axtarmağa çıxdı, amma lakin buradan təkrardan həmin dəyər zonasına qayıdacağını təxmin edirəm və buna görə əməliyyat açmışam. Bu əməliyyatımız uğurlu olduqdan sonra əgər davam gəlsə aşağılara doğru növbəti əməliyyatları da axtaracağam short yöndə. Qiymət ola bilsin buralarda bizi biraz yorsun, buradan qalxsın, sonra təkrar düşsün aşağı yöndə. Yaxud da birbaşa ilə istədiyimiz kimi düşər aşağı. Bu arada uşaqlara qeyd edim ki, hazırda mentorluqla kursla bağlı gələn tələblərə əsasən biz endirim tətbiq eləmişik 40%. Və gələn çoxlu suala və ağıllarda olan qarışıqlıqlara əsas gətirmək istəyirəm ki, bizdə mentorluq aylıq ödənişdən deyil, yəni hər hansısa aylıq 600 manat deyil. Mentorluq ödənişi normalda 600 manatdır, amma bu 6 aylıq hər ay 600 manat vermirsiniz. Yəni girərkən tək səfərlik 600 manat ödəniş olunur. Və hazırda 40% endirim etmişik ki, hər kəs qatıla bilsin. O da 360 manat eləyir. Yəni qatılmaq istəyənlər tək səfərlik 360 manat ödəyib qatılır mentorluğa. Yəni dünən paylaşdım storydə Instagramda. Gələn mesajlarda hamı baxdım ki, çox adam elə bilir ki, aylıq 360 manat olur. Yox, elə bir şey yoxdur. Məsələn, uşaqlar, bu order flow həcm traderliyi olmadan mən burada məsələn shortlamazdım. Niyə? Çünki sadəcə qrafiklə baxıb burada bu shortu görmə imkanım yox dərəcəsindədir. Niyə? Çünki mən və mənlə yanaşı digər hər kəsin öyrəndiyi kimi qiymət yüksəlir hazırda. Görürsünüz bu şəkildə. Buralara gəlib buradan bizi long axtarmalıyıq. Məsələn, hazırda görürsünüz qiymət yüksəlir. Gəlib bura və buradan artıq biz longlamalıyıq kimi düşüncəmiz var idi əvvəl. Amma artıq bunu mən qrafikin içini, arxadakı həcmi görərək buradan artıq mən short deyə bilirəm rahatlıqla. Və order flow'un volume tradingin ən üstün cəhəti də budur. Tamamilə obyektiv olmağı. Yəni sadəcə mənim düşüncələrimdən ibarət deyil analizlərim. Kənar faktorlar var ki, mənə dəstək verir. Düşüncələrimi daha yaxşı idarə etməyimə kömək edir trade edərkən. Order filled.
Və beləliklə əməliyyatımız uğurla nəticələndi uşaqlar. Yəni bu qədər bəsit deyil əslində. Yəni mənə görə bəsit hazırda, çünki artıq mən nə etdiyimi bilirəm. Nə etdiyinizi bilənə kimi çətindir iş. Hətta çox çətindir. Onun üçün doğru konseptləri bilə bilərsiniz, amma bunu bir-biri ilə harmanlamaq və bazar burada hərəkət etdiyi müddətcə görüb tətbiq etmək həqiqətən də çox çətindir uşaqlar. Ona görə çox insan uğursuz olur və nə etdiyini bilmədən girdikləri üçün, sadəcə texniki tərəfə fokuslandıqları üçün uğursuz olur böyük əksəriyyət. Biz burada sizə bunu necə görməyi göstərəcəyik. Ekstra olaraq bunu necə harmanlamalısınız, öyrəndiklərinizi necə harmanlayıb istifadə edə bilərsiniz. Bunları öyrədəcək sizə mentorluqda. Və ən əsası da mentorluğun ən önəmli tərəfi live trade dərsləri və sessiyalar olacaq ki, siz orada artıq mən sizə keçdiyim şeyləri necə tətbiq edirəm, bunları canlı bazar şəraitində görüb mentorluq daxilində artıq siz də daha güvənlə öyrənib tətbiq edəcəksiniz öyrəndiklərinizi. Uğurlar hər kəsə, növbəti videolarda görüşənədək.